İftarda nə yemək lazımdır, imsakda nə? Bütün bu barədə kifayət qədər məlumatlar vermişik. Bəs içki necə? Hansı çaylar, meyvə şirələri iftarda və imsakda daha məqbuldur? Bu barədə Səhiyyə Nazirliyinin eksperti danışıb. Baxaq görək həkim nələri bizə məsləhət bilir. Sponsor Saf Hospital. İmsak və iftar vaxtı hansı çaylar və içkilər faydalıdır? Sualı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, terapevt Zakir Quliyev səhiyyə.qom.az saytına verdiyi müsahibədə açıqlayıb. Maye ehtiyacının ödənilməsində suyun böyük əhəmiyyəti var. Gün ərzində istehlak ediləcək mayenin ümumi miqdarı 2000-2500 millidir. Maye ehtiyaclarını ödəmək üçün su əsas seçim olmalıdır. Su enerji ehtiva etmir və ən yaxşı nəmləndirməni təmin edir deyə həkim bildirib. Terapevt 65 yaşından sonra susuzluq hissi azaldığı üçün bu şəxslərin susuzluqdan əvvəl su içməyə diqqət etməlidirlər. Suya nanə, darçın çubuqları, limon və meyvə buzu ilə dad əlavə etmək olar. Gündəlik su tələbatınızı, bədən çəkinizi 35 milliyə vuraraq hesablaya bilərsiniz. Ramazan ayında maye ehtiyaclarınızı ödəmək üçün ayran, təzə sıxılmış meyvə və tərəvəz şirələri və s. tez-tez qəbul edilməsi məsləhətdir deyə Zakir Quliyev vurğulayıb.